Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlərə Güvən Nəşriyyatının keçirdiyi 6-cı sınaq imtahanının fizika suallarını izah edəcəm. 11-ci sinifə aiddir suallar. Birinci sualdan başlayırıq. Düzxətli hərəkət edən cismin koordinatın zamanası qrafiki verilmişdir. Koordinat başlanğıcından keçən anda bu cismin sürətinin x üzrə proyeksiyasını hesablayın. Deməli, koordinat başlanğıcından keçən anda bu o deməkdir ki, cismin koordinatı həmin nöqtədə sıfıra bərabərdir və bu da qrafikdən baxsaq görərik ki, 5 saniyə, yəni 5-ci saniyənin sonunda bu cisim koordinat başlanğıcından keçib. Və ilk bu tənliyi biz yazarıq. X bərabərdir. X0 üstə gəlinsin. V0 plus T. Bu X oxu istiqamətdə yerləşən hərəkətdir. Plus AT kvadratı bölünmüş 2. Burada x'in yerine biz mənfi 80. Bizə bu ifadə sx verir. Yəni yaza bilərik ki, x0 üstə gəlinsin sx. Sx-i necə taparıq ki, biz vx-i tapaq. Sx-in düsturunda belə bir düstur var şagirdlər. Deməli, v üstə gəlinsin v0 böl 2 vur t. Burada sx-i tapanda alırıq ki, sx bərabərdir x minus x0. Yəni, son koordinatın yerinə 0 yazacağım. Başlangıç koordinat mənfi 80'dir. Buradan sx-i biz tapa bilərik 80. Deməli, sx oldu 80. Deməli, 80 bərabərdir. V bizdə elə axtarılan kəmiyyətdir. V-ni bilmirik. Üstə gəlsin V0 6'dır. Böl 2 vur T də bizdə 5'dir. Buradan alırıq ki, 160 bərabərdir 5 V üstə gəl 6. Burada 160'ı 5'e böləndə eləyəcək 32. 32 bərabərdir V üstə gəlsin 6. Buradan V bərabərdir 20. Neçə eləyir? 26'ya. Deməli, koordinat başlanğıcından keçəndə sürət oldu 26. Deməli, bu sualı həll etmək üçün iki düsturdan istifadə etdik biz. Birincisi, S-in yer dəyişmənin düsturu bərabər təcili hərəkətdə. İkincisi də ki, yenə də yer dəyişmənin düsturu. Bu iki düsturu birləşdirib biz sürəti tapa bildik. 32-ci sual. Eskalator 0,3 metr saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Bu eskalator üzərindəki sərnişinin onun hərəkəti istiqamətdə eskalatora nəzərən 0,5 saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Sərnişinin yerlə bağlı hesablama sistemində sürətinin modunu hesablayın. Deməli, eskalator yuxarıya doğru gedir. Eskalatorun sürəti olsun V eskalator və o 0,3'e bərabərdir. Və onun üzərində sərnişin gedir. Sərnişin də eyni istiqamətdə eskalatorla eyni istiqamətdə gedir və sərnişinin sürəti də 0,5'dir. Yerdən baxan, yəni yerdəki müşahidəçi sərnişinin sürətini bu iki hərəkətin cəmi kimi görür. Ona görə də V bərabər olacaq V eskalator üstə gəl V sərnişin. Çünki hərəkəti istiqamətindədir. O da bərabər olacaq 0,3 üstə gəlsin 0,5, o da eləyər 0,8. Doğru cavab Y variantı. 33. Yerin öz oxu ətrafında fırlanma periyodunun zamanası qrafiki hansıdır? Fırlanma periyodu, fırlanma tezliyi və bucaq sürəti zamandan asılı deyil. Yerin öz oxu ətrafında fırlanma periyodu 24 saatdır. Bu zamana bağlı olmayaraq hər zaman belədir. 34-cü sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin xətti sürəti, yəni V-ni verib 2 metr böl saniyə, mərkəzə qaçma təcili isə 8 metr böl saniyə kvadrat olarsa, bucaq sürətini tapın. Deməli, biz təcilin bucaq sürəti ilə olan düsturunu yazmalıyıq. Omega V. Buradan omeganı tapırıq. A bölünsün V. A bizdə 8'dir. V də 2. O da edər 4. Doğru cavab D variantı. Növbəti sual. Mayenin kütləsinin həcmindən asılı qrafiki verilmişdir. Bu mayenin sıxlığını hesablayın. Sıxlığın düsturunu yazırıq. Rho bərabərdir M bölünsün V. M-in yerinə 4 yazırıq. V-nin yerinə də 5 litr yazırıq. Bu da eləyər 0,8. Doğru cavab A variantı. 36-cı sual. F3 qüvvəsinin hansı qiymətində 5 kiloqram kütləli cisim 1 metr təcillə bərabər yavaşlayan hərəkət edər? Əvvəlcə əvəzləyici qüvvəni tapaq. Əvəzləyici qüvvə EMA düsturu ilə tapılır.
F əvəzləyici bərabər M bizdə 5-dir, A da bizdə 1-dir. Elədi 5. Və yavaşın olması üçün sürətin əksinə yönəlməlidir. Yəni əvəzləyici qüvvə sol tərəfə yönəlir və qiyməti 5-dir. Əvəzləyici qüvvənin sol tərəfə yönəlib 5 Newton olması üçün deməli yazırıq ki, belə. 5 bərabərdir. Sağ tərəfə gedən qüvvə 50 çıxılsın. Sol tərəfə gedən qüvvələrin cəmi. Yəni F3 ilə F2-nin, yəni 30-un cəminə. Buradan da alırıq ki, 5 bərabərdir 50 çıxılsın F3 çıxılsın 30. 5 bərabərdir 20 çıxılsın F3. Buradan F3 bərabər olacaqdır 15-ə. Deməli, əvəzləyici qüvvə, deməli, F3 qiymətinin 15 Newton qiymətində əvəzləyici qüvvə sola yönələr və qiyməti 5 olar. Çünki 30 üstəgəl 15 45 eləyir, 50-dən 45 çıxanda 5 qalır. Doğru cavab C variantı. Təbii ki, burada yavaşan sözünün də çox önəmi vardır. Növbəti sual. Yer səthindən şaquli yuxarı atılan cisim ilk 2 saniyə ərzində yer dəyişməsi 80 metr olmuşdur. Bu cismin maksimal qalxma hündürlüyü hesablayın. Maksimal qalxma hündürlüyünü hesablaya bilmək üçün bizə başlanğıc sürət lazımdır. V0 kvadrat bölü 2J'dir çünki düstur. Və bizdə bunu tapmaq üçün bir köməkçi vasitə verib. Təbii ki, S-in düsturunu verib. S bərabərdir şaquli yuxarı hərəkətdə V0-də minus JT kvadratı böl 2-dir. Bu ifadədən biz V0-ı tapa bilərik. Yer dəyişmə 80. V0-ı mən bilmirəm. T bizdə 2-dir. J 10'dur. 2'nin kvadratı böl 2. Buradan da 80 bərabərdir. 2 dənə V0 çıxılsın. Bu eləyər 40 bölü 20. 2V0 bərabərdir 100 edəcək. V0 bərabərdir 50. Və buradan yerinə yazırıq. H maksimal bərabərdir 50'nin kvadratı bölünsün 20. 50'nin kvadratı mən 50 vur 50 böl 20 yaza bilərəm. Bu 0 bu 0 gedir. 50 ilə 2 gedir 25. O da eləyər 125 metr. Doğru cavab D variantı. 38-ci sual. Yer səthindən cismə təsirin ağırlıq qüvvəsi 180 Newtondur. Yəni yer səthi yaxınlığında F0 180-dir. Bu iki yer hündürlükdə cismə təsirin ağırlıq qüvvəsinin qiymətini hesablayın. Bizim dərs keçdiyimiz şagirdlər bu sualı asanlıqla tapa biləcəklər. Çünki sadə üsulla demişdik ki, burada elin qabağında 2-dirsə, neçə dəfə azaldığını bilmək üçün bu düsturu istifadə edirik. F0 n plus 1'nin kvadratı. Yəni F0 bölünsün. N burada elin qarşısında duran ədəddir. Yəni 2 üstəgəl 1'in kvadratı. Bu da eləyər F0 böl 4. Yəni 4 dəfə azalmış olacaq. FH bərabər olacaq. F0 bölünsün 4. F0 bizdə 180'dir. 180'i 4'ə böləndə 45 edər. Doğru cavab C variantı. Növbəti sual 39-cu sual. Cisimlər arasında və cisim ilə üfüqi səth arasında sürtünmə əmsalı mü olarsa, aşağıdakı cismi dartıb çıxarmaq üçün tətbiq olunan minimal qüvvəni hesablayın. Deməli, biz bu qüvvə ilə 3M kütləli cismi dartıb çıxartdığımız zaman burada sürtünmə yaranacaq. Onun adını qoyaq F sürtünmə 1. Bir də bu iki cisim arasında sürtünmə qüvvəsi yaranacaq. Bunu da adını qoyacaq F sürtünmə 2. Və bu F qüvvəsi bu iki qüvvənin cəmindən böyük bərabər olmalıdır ki, bu F sürtünmə 1 ilə F sürtünmə 2'nin cəmindən böyük bərabər olmalıdır ki, bu kubu buradan dartıb çıxarda bilsin. Bizə minimalın dediyinə görə bu ifadənin minimal qiyməti bu ifadələrin bərabərliyinə bərabər olmalı, cəminə bərabər olmalıdır. Ən kiçiyi bu olacaq. İndi biz bir bunları hesablaya bilərik. Altdakı sürtünmə qüvvəsi üçün biz yazarıq ki, F sürtünmə 1 bərabərdir. Bunun üzərində 5M ağırlıqlı cisim var. Yazacaq ki, 5mj vurulsun mü? Yəni 5mj. Üsttəki tirci çıxardan zaman yaranan sürtünmə qüvvəsi isə 2mj olacaq. Və bunların cəmi təbii ki, F1, F sürtünmə 1 üstəgəl F sürtünmə 2 bərabər olacaq 7mj. Doğru cavab D variantı. 40-cı sual. Sərtliyi 400 Newton bölü metr olan çəksiz yerdən asılmış 2 kiloqram kütləli cisim 2 metr təclə şaquli yuxarı istiqamətdə qaldırılır.
Yayın uzanmasını hesablayın. Şaquli yuxarı A təcili ilə qaldıran zaman yayda yaranan elastiklik kütləsi kx belə tapılır. M J üstə gəlinsin A. Buradan biz x-i tapa bilərik. M J üstə gəl A bölünsün K. Və M bizdə burada neçədir onu yazaq. M bizdə 2-dir. J plus A 10 üstəgəl 2 eləyər 12. K'mız da bizdə 400-dür. Bu 400 bundan gedir qalır 200. 212 ilə gedir qalır 100. Burada 6. Bu da eləyər 0,6 metr. Bu da təbii ki 6 santimetr deməkdir. 41-ci sual. Sürüşmə sürtünmə qüvvəsinin modulu cismin səthdə göstərdiyi təzyiq qüvvəsinin modulundan 5 dəfə az olarsa, sürtünmə əmsalını hesablayın. Sürtünmə əmsalı F sürtünmənin F təzyiqi olan nisbətidir. Sürtünmə sürtünmə qüvvəsi təzyiq qüvvəsindən 5 dəfə azdırsa, bu o deməkdir ki, təzyiq qüvvəsi sürtünmə qüvvəsindən 5 dəfə çoxdur. Onda bunun yerinə yazıram 5F sürtünmə, bu da F sürtünmə, bu da 5-də 1 edər. Bu da təbii ki 0,2-yə bərabərdir. Doğru cavab B variantı. 42-ci sual. Şaquli istiqamətdə aşağıya doğru hərəkət edən liftin sürətinin modunun zamanası qrafiki verilib. Bu liftdəki sərnişin çəkisinin zamanası qrafiki hansıdır? Son zamanlar buna aid qəbul imtahanlarında bir sual görə bilərik. Bu aşağıya doğru yeyinləşən hərəkətdir. Aşağıya doğru yeyinləşən hərəkətdə çəki mj minus a düsturu ilə hesablanır. Sonra bərabər sürətlə hərəkət edib, bərabər sürətli hərəkətdə isə mj'dir. Təbii ki, mj minus a və mj sabit ədədlərdir və mj minus a mj'dən kiçikdir. Ona görə də əvvəl aşağıdan sabit olacaq, sonra yuxarıdan sabit olacaq. Doğru cavab Y variantı olacaq. Növbəti sual. Üfüqi səth üzərində düz xətlə hərəkət edən 10 kiloqram kütləli cismin təcilinin ona təsir edən üfüqi istiqamətə yönələn dartı qüvvəsi hansı qrafiki verilib. Qrafikin K nöqtəsi uyğun dartı qüvvəsinin modulunu hesablayın. Qrafikə baxsaq görərik ki, sükunə sürtünmə qüvvəsinin maksimal qiyməti, yəni sürüşmə sürtünmə qüvvəsi 30 newtona bərabərdir. Və A-nı da verib bizdə 6, 5 və biz Newtonun ikinci qanunu yazırıq. MA bərabər olacaq. F dartı qüvvəsi çıxılsın F sürtünmə qüvvəsi. M bizdə 10-dur, A bizdə 5-dir. Dartı qüvvəsini mən bilmirəm, sürtünməni isə bilirəm. Buradan alıram ki, F dartı bərabərdir 80 newtona. Doğru cavab D variantı. 44 çəkisiz link tarazlıqdadır. T 60 newton varsa F2 qüvvəsini qiymətini hesablayın. Əvvəl F1 ilə F2-nin biz müqayisəsini aparaq. Belə ki, momentlər qaydasına görə F1 vur D1 bərabər olacaq F2 vur D2. F1 vurulsun D1 dayağa qədər 2 damadır. Yazıram mən 2D. F2 vurulsun dayağa qədər 1, 2, 3, 4 damadır. Deməli biz buradan aldıq ki, F1 2 dənə F2-yə bərabər imiş. Və linkin tarazlıq şərtinin ikinci hissəsinə görə yuxarıya gedən qüvvələrin cəmi aşağıya gedən qüvvələrin cəminə bərabər olmalıdır. Yəni T bərabər olmalıdır. F1 üstə gəlinsin F2. Yəni T-nin yerinə mən 60 yazacağım. F1 görsəm yerinə 2 F2 yazacağım. Üstə gəl F2. Buradan alır ki 3 F2 bərabər 60-a. F2 bərabər olacaq 20 newtona. Doğru cavab C variantı. Hansı kürəcik dayanıqlı tarazlıqdadır? Dayanıqlı tarazlıq odur ki, cismi tarazlıq vəziyyətindən çıxartdıqda o əvvəlki vəziyyətinə qayıdar. Burada ikinci cismi tarazlıq vəziyyətindən çıxartdıqda o əvvəlki vəziyyətinə qayıdar. Burada da birinci cismi tarazlıq vəziyyətindən çıxartdıqda o əvvəlki vəziyyətinə qayıdar. 1 ilə 2, 3 isə burada fərqsiz tarazlıqdadır. Doğru cavab 1-2 B variantı. 46-cı sual. Qüvvə impulsunun vahidi BC-də əsas vadələrin ifadəsi hansıdır? Qüvvə impulsu delta P idi, yəni impulsun dəyişməsi idi. Belə dolayı yolla impulsun vahidi ilə eynidir. Belə də F vurulsun T-dir. İndi qüvvənin vahidi Newtondur, zamanın vahidi saniyədir. Newton açışı kiloqram vur metr böl saniyənin kvadratıdır, vur metr. Vurulsun saniyə. Saniyənin biri ilə biri gedər, qalar kiloqram vur metr böl saniyə. Doğru cavab Y variantı. 47-ci sual. Cismə sürət və təcil vektorları təsvir edilmişdir. Bu cismin impulsu P və cismə təsir edən qüvvələrin əvvəlsi F hansı istiqamətdə yönəlir? Cismin impulsu sürət istiqamətdə yönəlir. Yəni P burada aşağıya olacaqdır. Aşağıya doğru C və D variantları qalır.
Qüvvə isə əvəzedici qüvvə təcil istiqamətdə yönəlir və ya təcil əvəzedici qüvvə istiqamətdə yönəlir. F də sağa doğru yönəlir. Bu testin cavabı olacaq D variantı. 48 cismin impulsun modulunun zamanlaması qrafiki verilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun əvəzedici qüvvənin modulyasına hansı münasibət doğrudur? Biz PD qrafikində demişdik ki, tangens alfa bizə F-i verir. Biz burada tangens alfanı rahatlıqla tapa bilərik. Belə ki, biz T oxunu yuxarıya paralel sürüşdürməklə bu bucaqları görə bilərik. Bunu sürüşdürdük. Bura oldu alfa 1 bucağı. Yuxarını da sürüşdürək. Burada olacaq alfa 2 bərabərdir alfa 3 bucağına. Görürəm ki, alfa 1 böyükdür, alfa 2 isə alfa 3-ə bərabərdir. Tangens alfada f-i verdiyinə görə f1 böyükdür. F2 və f3 bir düz xətt üzərində olduğuna görə onlar bərabər olacaq. Beləliklə bu testin doğru cavabı olacaq Y variantı. Növbəti sual. Deyir NT böl S ifadəsi hansı fiziki əhəmiyyət təyin olunur? Burada S böl T, S böl T bizə V-ni verir, amma biz burada T böl S görürük. Onda məntiqlə T böl S bizə 1 böl V-ni verir. Deməli yazırıq ki, M bölünsün, 1 bölünsün V, yəni M bölünsün V. N-in yerinə FV düsturunu yazarıq, FV böl V. Burada V-lər ixtisar getdi, qaldı F. F də təbii ki, qüvvədir. Doğru cavab A variantı. 50-ci sual. Hansı cihazlardan istifadə edərək ağırlıq qüvvəsinin işini təyin etmək olar? Ağırlıq qüvvəsinin gördüyü iş A bərabərdir. Deyək ki, mgh-dır. Mg ağırlıq qüvvəsidir. Yəni F ağırlıq vurulsun. H yazarıq. Ağırlıq qüvvəsini qüvvələr dinamometrlə ölçülür. H məsafə isə ölçü lenti ilə ölçülür. Doğru cavab olacaq 1-3. 51. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə düz xətli hərəkət edən cismin kinetik enerjisinin sürtünmə qüvvəsinin işindən asılı qrafiki hansıdır? Sürtünmə qüvvəsi cisim üzərində mənfi iş gördüyünə görə cisim bərabər yavaşlayan hərəkət edəcək. Burada bərabər yavaşlayan hərəkətin kinetik enerjisinin A-dan asılı qrafiki Y variantında olacaq. Biz bunu yalnız sürtünmə qüvvəsi dediyinə görə əvəzləyici qüvvəni biz sürtünmə qüvvəsi olaraq algılayacağıq. Onda əvəzləyici qüvvəni gördüyü iş kinetik enerji haqqında teoremə görə YK çıxılsın YK sıfırdır. Burada mən YK-nı tapsam, olar YK bərabərdir. YK 0 plus A. Plus A bu əvəzləyici qüvvə müsbət iş görəndədir. Bizdə sürtünmə qüvvəsindən danışdığına görə sürtünmə qüvvəsinin gördüyü iş mənfi olur bilirsiniz. Yəni sıfırdan kiçik olur bilirsiniz. Ona görə də yazırsınız ki, Y kinetik bərabərdir Y kinetik 0 minus A. Bu minus yəni bu çıxaq işarəsi ədədi azaldır. Yəni A artdığı zaman kinetik azalacaq. Çünki qabağında mənfi işarəsi var. Ona görə bu xətti qanunla azalacaq. Doğru cavab Y variantı. 52. X oxu boyunca hərəkət edən iki cismin sürət zaman tənliklərinə əsasən Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Görürük ki, burada V0 20, A mənfi 5'dir. Burada V0 mənfi 20, A müsbət 5'dir. Deyir ki, ilk 4 saniyə hər ikisi yavaşlayan hərəkətdir. Çünki bir V0 ilə A fərqli işarələr olduğu zaman hərəkət yavaşlayan olur. İlk 4 saniyədə üçün bərabər yavaşlayan hərəkət eləyir. Bəli, bu doğru ifadədir. 1 ortaya gedəcəkdir. Təsir edən qüvvələrin əvəzəsi x ox istiqamətdə yönəlir. Əgər A müsbətsə, deməli x ox istiqamətdədir. Mənfisə x oxun əksinə yönəlir. Qüvvə ya, qüvvə. Əvəzləyici qüvvədən söhbət gedir. Ona görə də bu 2 variantı bu ikinci bəndə gedəcək. Çünki A burada müsbətdir. 2 getdi. Bura 2 2-yə gedir. Onda B variantı səhvdir. C variantı da səhvdir. Və 1 ortaya gedir deyə onda D variantı da səhvdir. Deməli, artıq qaldı A və Y variantları. Təsir əvəzi x-in əksiz istiqamət yönə bu təbii ki, birinciyə gedəcək. 3 də getdi birinciyə. Cisim sürəti hər saniyədə 5 metr saniyə qədər dəyişir. Bəli, təcil burada 5'dir deyə hər saniyə 5 saniyədə dəyişir. Demir ki, artır və ya azalmır. Dəyişir deyir. Ona görə də 4 də ortaya gedəcək. Beləliklə doğru cavab olacaqdır A variantı. 53-cü sual. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Ağırlıq qüvvəsinin gördüyü iş müsbət olduqda cismin potensial enerjisi azalacaq. Çünki potensial enerji haqqında teoremə görə A bərabər mənfi YP-dir. 1 gedəcək
6 gedəcək birinci hissəyə. Sonra mənfi olduqca isə potensial enerjisi artacaq. 2 də burada bura getdi. Sonra sıfıra bərabər olduqda isə potensial enerjisi dəyişmir. 3 də bura gedəcəkdir. Yerdəyişmə deməli 3 də bura getdi. Yerdəyişmə vektoru ilə iti bucağı əmələ gətirən qüvvəni gördüyü iş müsbətdir. E, Yerdəyişmə vektoru ilə kör bucağı əmələ gətirən qüvvəni gördüyü iş isə mənfidir. Yerdəyişmə vektoru perpendikul olan qüvvəni gördüyü iş isə sıfıra bərabərdir. 6, 2, 3, 4, 5, 1. Bu yer dəyişmə vektoru deyək. S vektoru bu cisim. Bu qüvvə iti oldu. Bu bucaq iti olduqda iş müsbət olurdu. Kör olduqda bax bu formada olanda iş mənfi olurdu. Perpendikulyar olduqda isə iş sıfır olurdu. 54 qatar 60 kilometr yolu 1 saat, sonraki 240 metr yolu isə 3 saata getmişdir. Bütün yolda qatarın orta sürət düsturunu hesablayın, orta sürətini hesablayın. V orta bərabərdir S1 üstəgəl S2 T1 üstəgəl T2. 60 üstəgəl 240 bölünsün 1 üstəgəlsin 3. O eləyər 4, bu da eləyər 300. Yarıya bölsək eləyəcək 75 kilometr böl saat. 55 x oxu boyunca hərəkət edən 4 kiloqram kütlə cismi koordinat zaman tənliyi şəkildəki kimidir. Bu cismin kinetik enerjisini hesablayın. Tənliyə baxsaq görərik ki, x0 üstəgəl vt. Burada deməli v-nin yerində 5 dayanıb. V 5-dir. Və yaxud da x-in törəməsi biz bilirik ki, v-ni verir. 8-in törəməsi 0 eləyir. 5t-nin törəməsi isə 5 eləyir. Bu da elədi 5. Sürəti tapdıq. Kinetik enerjisini asanlıqla hesablaya bilərik. mv kvadratı böl 2. M burada 4'tür. V bizde 5'in kvadratı 25 böl 2. Burada ixtisar gedir olur 50 joule. 56-cı sual mail müstəvi səth üzərində sabit sürətlə sürüşən cismin yer səthinə çatana qədər bu aşağıya doğru gedir. Aşağıya doğru getdikcə hər bir nöqtədə ta ki bura gəlib hündürlük azalır. Hündürlük azaldığına görə Y potensial bərabər EMGH-a görə H azaldığı üçün potensial enerji azalacaq. Potensial enerji azalar bir doğru variantdır. Sabit sürətlə sürüşdüyünə görə Y kinetik bərabərdir mv kvadrat böl 2. Sabit sürətlə, yəni M zaten sabit, V sabitdirsə kinetik enerji dəyişməz. Kinetik enerji dəyişməz, 4 də doğrudur. Tam mexaniki enerji Y kinetik üstəgəl Y potensial. Burada potensial azalır. Kinetik isə dəyişmədiyinə görə tam enerji yenə azalacaq. 5 də doğru cavab olacaq. Olacaq 1, 4, 5. Bu dəqiqə ekran başında suallarını yoxlayan abituriyentlər indi öz-özünə deyirlər ki, axı necə olur tam enerji niyə dəyişməsin, dəyişmir, olmalıydı. Əzizlərim, deməli tam enerji nə zaman dəyişər? Cismə yalnız ağırlıq qüvvəsinin təsiri ilə, yəni cismi şaqili yuxarı atanda, aşağı atanda, sərbəst düşəndə, bu hallarda cismə yalnız ağırlıq qüvvəsi təsir etdiyinə görə o hallarda kinetik artanda potensial azalır və tam enerji dəyişmir. Burada bərabər sürətlə bu ona görə düşür ki, deməli bu sistemə sürtünmə qüvvəsi də təsir eləyir və paralel toplanan sürtünmə qüvvəsinə bərabərdir ki, bu cisim bərabər sürətlə düşür. Yəni ağırlıq qüvvəsindən əlavə olaraq sürtünmə qüvvəsi də var. Ona görə də burada 6-cı cavab ola bilməz. 57-yə baxırıq. Uyğunluğu müəyyən edin. Cisim sabit F qüvvəsinin təsiri üfüqi səth üzrə düz xəttli bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edirsə, deməli, sürtünmə əmsalda sabitdir və dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Ağırlıq qüvvəsi F qüvvəsinin gördüyü işin zamanası qrafiki. F qüvvəsinin gördüyü işin zamanası qrafikini belə yaza bilərik. Tənliyini yazmalıyıq əvvəlcə. Təbii ki, A bərabərdir F vurulsun S. F vurulsun S-in yerinə biz VT yaza bilərik. Onda görürəm ki, A ilə T düz mütənasibdir və belə deyək də, x oxunu bu tərəfə çəksək, müsbət istiqamətdə düz mütənasibdir. 1-ə gedər D variantı. Ağırlıq qüvvəsi hərəkətə perpendikulyar, yəni üfüqi səthə perpendikulyar olduğuna görə ağırlıq qüvvəsi burada iş görməz. 2-yə gedər C variantı. Sürtünmə qüvvəsi hərəkətin əksinə yönəldiyinə görə
A bərabərdir mənfi Fs vur S yazarıq və mənfi F sürtünmə vur VT yazarıq. Onda bu mənfiyə görə bu qrafik aşağıdan bu formada düzüm tənasib olacaq. 3-ə də gedər A variantı. 1D, 2C, 3A variantı. Bərabər sürətlər hərəkəti olan yer qrafik xəttli olmalıdır. C ilə, B ilə Y heç bir varianta getmir. Və nəhayət gəldik, çıxdıq həlli tələb olunan suallara. 58-ci sual. Uzanmayan çəksiz iplər vasitəsilə e, bloklardan asılmış iki cisim tarazlıqdadır. Bir müddət sonra dayaq kənarlaşdırılaraq cisimlər sərbəst buraxılır. Dayaq kənarlaşdırıldıqdan sonra M1 cismin necə hərəkət etdiyini cavabınızı əsaslandıraraq yazın. Deməli, M1 və M2 hər ikisi 4 kiloqram imiş. M1 və M2 hər ikisi 4 kiloqram imiş. Aha, indi burada biz necə olub ki, bunlar tarazlıqda olub? Bu 4 kiloqramdır. 4 kiloqramlıq cismin inşallah ki, mən düz görürəm də bu M2-dir, bu M1-dir. Hə, şəkil biraz səhv düşüb. Bu M1 kiloqramlıq cismin ağırlığı 40 newtondur. Bu 40 newton, bura düşəcək 20 newton. Burada düşəcək 20 newton və burada 20 newton olmuş olacaq. Və təbii ki, burada dayağın reaksiya qüvvəsi də var ki, bu cisim aşağıya düşməyib. Çünki dayağı qoyublar axı. Çünki aşağıya gedən qüvvə 40 newtondur. İndi bu dayaq götürülərsə artıq bu qüvvə yoxa çıxmış olacaq. Onda bu cisim baxın 40 newton M1 cismi 40 newton, bura düşəcək 20 newton, burada düşəcək 20 newton, buraya da düşəcək 20 newton. Və deməli aşağıya doğru neçədir bəs? 40 newtondur. 40 20-dən çox olduğuna görə deməli M1 cismi A təcili ilə aşağıya doğru gələcək. A təcili aşağı doğru gələcək. Çünki 40 newton aşağı, yəni M1C qüvvəsi burada bir T gəlmə qüvvəsi deyək. Bu T gəlmə qüvvəsindən çoxdur. Yəni M2C T'dən çox olduğuna görə M2 cismi A təcilindən yuxarı qalxacaq. Bizdə nə soruşur? M1 cismi. Deməli M2 cismi A təcilindən aşağı düşdüyü zaman bu da A2 deyək də. A1 təcili ilə də birinci cisim şaquli yuxarı qalxacaq. Deməli, cavab olacaq ki, bərabər təcillə yuxarıya doğru qalxar. Hətta bərabər yeniləşən hərəkət edir. Çünki sükunətdə idi, əvvəl tarazlıqda idi. Deməli, bərabər yeniləşən hərəkət edər. Bərabər yeniləşən və hara? Şaquli yuxarıya doğru. 59 kütləsi 15 kiloqram yük tarazlıqda saxlayan F qüvvəsinin qiymətini hesablayın. Momentlər qaydasına görə bu MJ qüvvəsidir və onun dayağa qədər qolu 2 damadır. Yazırsınız ki, MJ vurulsun 2 bərabərdir. F qüvvəsidən dayağa qədər qol 1, 2, 3, 4, 5-dir. F vurulsun 5 və 15 150 vur 2 bərabərdir 5F-ə və buradan F bərabərdir 300 bölünsün 5-ə, o da 60 Newton edər. Doğru cavab 60 Newton. 60-cı sual verilmiş kütləcəsinin impulsunun modulunun zaman asılı qrafik verilmiş qrafikinə əsasən kinetik genişliyin zaman asılı qrafikini çəkin. Görürük ki, bu hissədə impuls artır, yəni bərabər yeniləşən hərəkət eləyir. Bərabər yeniləşən hərəkətdə V bərabərdir AT düsturudur. Çünki V 0 0-dır. Çünki P 0 0-dan başlayıb və kinetik enerjinin düsturunu yaza bilərik. MV kvadrat bölü 2. Və burada M A kvadrat T kvadrat bölü 2 şəklində yaza bilərik. Onda ilk hissədə kinetik enerji bax bu formada kvadratik asılı olacaq. 0T1 anında. Sonra bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkətdə kinetik enerjisini düsturunu yazırıq. MV kvadrat bölü 2. V sabitdir. Çünki impuls sabitdir. Kütlə də sabitdir. Onda kinetik enerji də olacaq sabit. Onda ikinci hissədə qrafik bax bu formada olacaqdır. Beləliklə, əziz abituriyentlər, bütün sualları izah elədik. Bu videodan siz nəsə öyrəndinizsə, sizə maraqlı gələn bir şey oldusa, lütfən kanala abunə olub dostlarınızla paylaşmağı unutmayın. Sizə qarşıdan gələn imtahanlarda uğurlar arzu eləyirəm. Hər şey könlünüzcə olsun. Sağ olun.